bugünün insanın narahatlıqlarının səbəbləri nələrdir? Ki, bu qədər insan narahatdır. Səbəbi görəsən nədir? Sizin fikriniz maraqlıdır. Əslində, bugünün insanın narahatçılığının səbəbi onun ruhunun problemidir. Ruhunun aclığındandır. Və elə bir ruhu dünya ilə doydurmağa çalışan insanın məsəlini çəksək ki, məsələn, aş süzərlə elə bir su daşıyır. Sizcə belə insan suyu aparıb çatdıra bilər harasa. Ona görə ruh doymur. Ruhun narahatçılığının səbəbi onun doyumsuzluğudur, aclığıdır. Deməli, səbəb ondan qaynaqlanır. Bəli. Çox maraqlıdır. Bu narahatlıqlardan sonra insan bir huzur istəyər və huzurla bağlı olan sualımız da belə olsun. Huzur nədir sizcə? Huzur qəlbin Allah qarşısında təslim olduğu bir haldır. Huzur Allah qarşısında insanın həyatın içində yaşayaraq özünü daim Allah qarşısında hiss eləməkdir. Huzur. Allahla olur, həyatda da amma Allahlandır.